Louis Vuitton brendi indi kamin peçem işlep başlapmı? Bunu 150'gine qaran. Добрый yanıb durğan oxşuydu. Hörmətli dostlar, assalamu alaykum. Mən sizlərə Stroymir'da yangi yıldan burun kamin peçdən skidka etib verdim, yadlarınızda olsa. İndi Stroymir'a başqaça stildə, başqaça kamin peçdə gələn. Bulanı baxası 3600-3,5 milyon som satılan. Bugündən başlap Stroymir'da skidki koyamız dediler. Bunu əzələrimizdə 2600 milyon somdan 2 sənə oladı. Bir anda sərkiçkinə rəqaba. Bunu 2,5 milyon som 2600 milyon som satqallar. Bugündən başlap Stroymir'da bu dizayndakı kamin peçlərimizi 1,5 milyon soma 2 sənə oladı. Çünki yüz remont etdik, şunca mexanı verdik. İndi hazırki zaman tələbi zona olduqlara, yəni TV zonalara hazırki zaman tələbi en çıraylı açıb bərədən nərsələr, işin nərsələr. Dəmir zonalarınızı, TV zonalarınızı yenə həm çıraylı etib bərədir. Görüşəcəyiz ki 3 xil variantı var. Bu Gucci-yə işləb çıxartdı. Bu Gucci brendinin kamin peçi. Özü Stroymir hər daim həmən baxada satardı, en sifətli nərsələrini biləsilər. Bularımız 1,5 milyon somdan, bularımız 2600 milyon somdan görüb təlləb alarasılar. Louis Vuitton mu, Gucci mi? Özərin təlləb alarasılar. Sanlarıca gələnləngən şaşılamız, telefon nömrəni qoyamın, telefon sənglə dastavki yetirib bərişsələm, üzərində var, maşınları var. Telefon ətəsilər, bizə Stroymir profilinə patpiski basıb qoyasılar. Sizlər üçün, patpiskilər üçün en yaxşı, en sifətli nərsələn qoyuşda davam etəmiz. Bir patpiski, bir like basıb qoyasılar.